Bugün 1 iyun Uşaqların Müdafiəsi günüdür. Autizmli uşaqlara dəstək qrupu və Mesenat Xeyriyyə Cəmiyyəti bu gün də ənənəvi olaraq 1 iyun Uşaqların Müdafiəsi gününə özəl olaraq uşaqlara unudulmaz gün bəxş elədilər. Əyləncə və hədiyyə dolu günü uzun müddət xatırlayacaqlar. Əyləncədə demək olar ki, hər şey düşünülmüşdü. Klonlar, musiqi, şeirlər və Nəzrin balanın doğum gününün qeyd olunması. Hər kəs əlindən gələni edirdi ki, bugün uşaqlar səmərəli vaxt keçirsinlər. 8 illik təcrübəyə malik Mesenat Xeyriyyə Cəmiyyəti bu işin də öhdəsindən məharətlə gəlirdi. Uşaqların emosiyaları və reaksiyaları buna bariz nümunə idi. Şef Orxan ailəvi restoranın dadlı təyyarları da tam yerinə düşdü və bütün günün gedişatını tamamlamış oldu. Uşaqlar yeməklərin dadından zövq aldılar. Bir anda körpə balalar üçün gətir-götür başladı. Uşaqlar gününə bağlıdır bugünkü tədbirimiz. Allah hər birinin ömrünü bərəkətli eləsin, gözəl ömür nəsib eləsin hər bir kəsə. Autizmli uşaqlara dəstək qrupumuzun adından sizə təşəkkür edirəm. Tahir bəyə təşəkkür edirəm ki, bugünkü günü bizim uşaqlar üçün keçirməyə qərarı verdiniz. Bizim bütün tədbirlərimiz demək olar ki, belə emosiya dolu keçir. Əgər siz də belə möhtəşəm tədbirlərin iştirakçısı olaraq emosiyalarınızı gücləndirmək istəyirsinizsə, Mesenat Xeyriyyə Cəmiyyətinə qoşula bilərsiniz. Bunun üçün sadəcə sosial hesablar üzərindən və gördüyünüz nömrəyə yazmağınız kifayətdir.